Salamun aleyküm əziz dostlar, əsənliklər. Zahirən əsri zamanlarda türk dilində salam yoxmuş. Salam bilirsiniz, ərəbcə sözdür. Hətta bəlkə Yahudilərin dilindən keçmiş olubdur ərəblərin sözünə, bilmirəm. Çünki Yahudilər də şalom deyirlər salamın yerinə. Onun üçün türklərdə salam sözü yoxmuş. Onun yerinə türklər əsənlik deyirmişlər. Əsənliklər, yəni necə məsələn bayraq göydə əsir, yəni diridir, canlıdır, göydə əsir də və onun üçün deyirlər əsənliklər. Hər halda əsənlik türkcə salam yerinə işlənir və mən də sizlərə əsənliklər arzulayıram. Ərz edeyim ki, yenə də bir neçə səfər kitabdan oxuyaq və görək ki, düşmən kimdir, düşmən nə stratejiləri var, nədir onlar və biz düşməni nədir dağıda bilirik, nədir baş taparıq ki, düşmən nə istir, nə vəziyyətdədir, savaş, ruhi savaşı nədir, cismi savaşı nədir, iqtisadi savaşı nədir, dil savaşı nədir, hər sahədə savaş aparır düşmən, o savaşları tanımaq lazımdır. Kitab, bu bir kitab oxuruq ki, bunu bir Çinli 2000 ya 3000 il bundan qabaq yazıbdır. Adı İngiliscəsi The Art of War, bunun türkcəsi Sənət Savaşı və farscası da Honər-i Cəng adlı tərcümə olubdur. Honər-i Cəng və bunu tərcümə eləyən də Döktür Həsən-i Həbibi ki, Haşimi Rəfsəncani dövründən muavin əvvəl idi ta Xatəmi dövründədir hətta. Və çox pis tərcümə eləyibdir, bunu deyim, İngiliscə. Bu kitabın, yenə də bunu neçə dəfələr təkrar eləyəcəm, çünki mən Günaz TV-də də o beyin yıxama bəhslərində ki, 9 aydan çox çəkdi. Orada dedim ki, farslar tamam kitablarda əl aparırlar, ta bizim beynimizi yıxasınlar. İndi nümunəsini burada görürük ki, bu adam kitabı tərcümə eləyəndə hər o yerdə ki, türklərə mənfəət ola bilər, oranı dəyişdiribdir. Və türklərin zeydinə dəyişdirib ki, dünənləri bunların bir misalını oxuduq və mən orada dedim ki, bu dəyişdirib kitabı. İndi isə gəlmişik 37-ci səhifədən başlayırıq oxuyaq və umarım ki, biraz hızlı bu kitabı oxuyaq. Düzdür, mən fars kitabı oxumaqdan xoşum daha gəlmir, əslində düzün desək. Amma türkcəm zəif olduğu üçün məcbur oldum bunu da bizə bu günlər daha çox lazım olduğu üçün bu kitabı farsça oxuyayım ki, biraz heç olmasa zehnimizdə olsun. Eyni halda da oracan ki, mümkündür bunun o brainwash, beyni yıxama bəhslərində də qoymayaq, bizi beynimizi yıxasın. Aleyküm salam dostlar, yenə də aleyküm salam və salam aleyküm. Oxuyaq. 37-ci səhifənin ortalarında deyir ki, 25-ci bəndə oxuruq. Hengami ki düşmən vahid və muttəhid است, vey ra təqsim konid və pərakəndə sazid. O zaman ki, düşmən birdir və müttəhiddir bir-birinə. Onları içdən bölün, ayrı salın bir-birinə. Farslar o zaman ki, Azərbaycan, türklər deyək, türklər, ərəblər, bəluslar, türkəmənlər, qəşqayilər, lorlar, mazənilər, ciləklər, haqq istillər, bu farsların kommunisti də İrancıdır, farsçısı da İrancıdır, panfarsı, səltənət tələbi ki deməyək, səltənət tələb yoxdur İranda. İranda pəhləvi tələblər var. Pəhləvicilər səltənət tələb deyirlər, pəhləvi tələbdirlər, pəhləvicidirlər. Çünki səltənət olandan sonra mən də eləyə biləm, deyəm, okey, əgər istəyirik şah seçək, bir dana şah seçək, mən də istəyirəm dav tələb olam, mən də istəyirəm burada özümü qoyam ortaya, hər kəs məni seçsə, bəlkə mən seçildim, buldum şah. Ya siz seçildiniz olmuşsa şah, bunlar onu demirlər. Bunlar deyirlər, yox, biz pəhləvini şah istəyirik. Qacardan şah istəmirik, türklərdən şah istəmirik, ərəblərdən bəlusa, heç kəsdən şah istəmirik. Biz elə farslardan bir dana şah vardı, adı da pəhləvidir, biz o pəhləvini istəyirik. Yəni, istəyirəm onu deyəm ki, farslar o zaman ki, millətlərin haqları ortaya gəlir, onda birləşirlər. Amma ağıllı bir savaşçı insan, stratejist insan, fərmandeh, neynər? Farsları gələr içərdən bölər. Cəlibdir ki, farslar içərdən bölünən zaman biz qıraqda dururuq. Sən düşməni niyə böləcəksin içərdən? Yıxasan.
Əgər farsları biz içəridən, məsələn, farslar bölündülər yaşıl hərəkatına, saltanət tələbə, cümhuri xaha, nə bilim, sekulara, fulana, bəhmana, siz gərək bunun üstünə o odu qalıyasınız, üzdən çox haldasınız. Bunları bir-birinin canına salasınız, pəhləviçiləri bir-birinin canına salasınız, cümhuri xahlarla vilayət fəqihçiləri bir-birinin canına salasınız, ərteşlə sipahı bir-birinin canına salasınız, farsların öz içində hala. Bunları bir-birinin canına salasınız. Haqq istəyənlər demokrasi ilə demokrasinin olmamağı, yəni diktatorluğun tərəfdarlarını bir-birinin canına salasınız. Bunları salasınız ta orada onlar yıxılmağa hazırlaşırlar. İxtilaf çoxalır və siz onları rahat yıxa biləsiniz. Şankeyu گفت. Şankeyu deyibdi ki, zamanı ki miyan hakim və vəziran şikaf بیندازید. Əgər eləyə bilsəz Xameneyi ilə dövlətin arasına, dövlət ilə məclisin arasına, şurayı xubregan filanların arasına, şəhərlərin arasına, ustanların arasına ixtilaf salasınız. Zaman digər müttəhidanış ra az vey ceda könəd. Qələt tərcümə edib, çox qələt. Yəni farsçası bu adamın iftizahımış. Mən bilmirəm necə döktürası varmış. Zaman onun qələtdir, cümlə qələtdir, oradan ki düşünürük onu deyək. Zaman içində onun ayrı müttəhidlərini, xaricdəki müttəhidlərini də ondan ayırın. Dərmiyan anan bədgümani mütəqabil vücuda var. Oranın arasında bir-birlərinə bədgümanlıq, suizən icad edin. Elə eləyin ki, Xameneyi dövlətə, dövlət Xameneyiyə, rəis cümhur vəzirlərə, vəzirlər ona, idarə ittila, sipahpaslara ona, bunları eləyin ki, onların arasında ixtilaf salın. Onların arasında bir bədgümanlıq, suizən yaradın. Bir-birlərinə, hamısı bir-birinə, mütəqabil. Mütəqabil yəni bir-birinə. Benəhvi ki, dərbeynə anan su-i təfahüm pədidəyə. Onların arasında su-i təfahüm dostlar, yəni bir-birinin anlaşmamazlıq. Anlaşmamazlıq türkçəsidir, su-i təfahüm ərəbcədir. Mən əgər oturam bu cümlələrin deyəm ki, hansısı türkçədir, hansısı ərəbcədir, çox yorucu olar. در این صورت می توانید علیه آنان توطئه کنید. در این صورت bunlar farsçadır. Aleyhe ərəbcədir, anan farsçadır, توطئه ərəbcədir. İndi deyir ki, əgər onları bir-birinə bədbin eləsəz, bir-birinin canına salsınız, onda elə siz onların əleyhinə توطئه də eləyə bilərsiniz. توطئه də eləyirsiniz, məsələn deyirəm, bir yeri partladırsınız, bu düşür, məsələn, sipahpasların başına. Məsələn deyirəm, misal üçün, Həccariyan terror olur sipahpasların əliylə, idarə ittilaat alır boynuna. Burada birləşirlər. Təyyaranı, məsələn deyək, bir nəfər vurur, amma düşə şeyin başına. Bunlar, bu cür bir şeylər olur da, görürsünüz ki, orada özləri bir-birləri ilə savaşlarında bu işləri görürlər. Dərcai ki düşmən, 26-cı bənd oxuyuruq. Dərcai ki düşmən amadə nist, bevey həmlə konid. O şəhərdə, o yerdə, o məhəllədə ki, düşmənin amilləri hazır deyirlər, onlara həmlə edin. O zaman düşmənə həmlə edin. İndi burada bir məsələ gəlir. Əcəba biz öz şəhərimizdə ki, bizim pasvanlarımız ya niru intizamimiz, türkdülər, bunlara həmlə edək, bunları öldürək. Yox. Mənim nəzərimdən yox. Hər halda bunlar bizim uşaqlarımızdır, bizim dədələrimizdir, bacılarımız, qardaşlarımızdır. Bunlar münasib şəraitdə bizim tərəfimizə keçəcəklər. Çünki onlar çörəkləri üçün gediblər olublar. Paslar, gediblər olublar, bəsit, gediblər olublar, niru intizami. Onlar ac qalmasın uşaqları, işsiz qalmasınlar gediblər olublar, rahat iş tapsınlar gediblər olublar. Bəlkə bir çoxu da hökumətdən narazıdırlar. Amma niyə? Farsistanda işğalı yoxdur. Məsələn, gedir Farsistana bir narincək, bir kortolmalıqlıq da atsa, biri bir dana pasqahı dağıtsa, məncə heç iradı yoxdur. Çünki onlar, məsələn, millətləri öldürürlər. Biz niyə öldürməyək? Yəni, onlar öldürəcəklər, biz öldürməyək. Çünki onların əlləri var, bizim əlimiz yoxdur. Və hengami ki, müntəzir beydən amədən şuma nist, bərvey betazid. O zaman ona həmlə eləyin ki, sizi gözləmir, həmlə eləyəsiniz. Savaşın da bir şeyi budur. Yəni,
bir cür qabaqdan dedi də saydıq dünənlərdə biz 8-9-cu yenə də saydıq, 12-sini 13-sünü saydıq ki, nə cür düşməni dedik ki, əvvəl savaş texnolojisi, sənəti tovlamaq sənətidir. O adam savaşda çox qazanar ki, tovlamaqda güclü olar, düşməni tovlamaqda. Siz bir cür edirsiniz ki, düşmən yatır, düşmən deyir, Təbriz aramdır. Amma birdən tökülürsünüz, radio, televizyonu alırsınız, pasgahları alırsınız, padiqanları alırsınız. Bitdi, getdi. Ərdəbildə ucursunuz, Kəlibərdə ucursunuz, Urmiyədə ucursunuz, kiçik şəhər, böyük şəhər. Birdən tökülürsünüz, alırsınız, radiodan elan edirsiniz, bura Təbriz, Güney Azərbaycan Türk Cümhuriyyəti. Və dövlətlərdən də istəyirsiniz, gəlin bizi rəsmiyyətə tanıyın. Azərbaycan, Türkiyə, Amerika, ora, bura, Sazman Millət bizi rəsmiyyətə tanıyın, biz bir millət olsuruq, öz ayağımız üstə duruq. Lazım da olsa bu zaman, məsələn, dost məmləkətlərdən deyirsiniz, ağa, bizə ordu göndərin. Yəni, bu bir dana gözəl bir düşüncədir. Yəni, bunu deməmək deyil ki, yox, xiyanət deyil. Xiyanət budur ki, farslara biz köməklik eləyək. Xoyin hissi deyibdir, elə o bəndin dalısucan, deyib ki, لیشینگ از سلسله تانک پیشنهاد کرده که میتواند 10 طرح با نقشه را علیه هیساگو هیسیه پیاده کند. مسئولیت تام و تمام فرماندهی ارتش به وی محول شد. Bir dana fərmandehi deyibdir ki, mən eləyə bilirəm filan dövləti sındırmaq üçün 10 dana strateji miz üstə qoyam. Yəni, əgər birincisi olmadı, ikincisi olmadı, üçüncüsü olmadı, dördüncüsü. Baxın, görün adamda nə qədər ağıl və dərrakə var. Ki deyir, mən eləyə bilərəm 10 dana nəqşə qoyam, hazırlayam ki, bu 10 dananın hər birisi ilə getsək düşmən şikəst yiyər. Amma birində getdik olmadı, ikincisi ilə gedərik, üçüncüsü ilə gedərik. Onunla da olmadı, dördüncü ilə gedərik. Onunla olmadı, beşinci gedərik. Bizdə bu planlar yoxdur. Gərək ola. وی در ماه 8 سال نیروهای خود را در گوئتیشو گرد آورد. نظر به اینکه فصل سیل‌های پاییزی بود. Diqqət buyurun. O dedi ki, neçə dana yerdə savaş olmaz. İndi deyir ki, sel, yağış gəlir. O dövrüdür. Payızdır. Diqqət buyurun. Fəsl payızdır. Hava yağışlıqdır. Yerdə sul gedir. Yağış dəyir yerə palçıq olur. Ayaqlar züvə bilər. Atlar züvə bilər. Daşqalar züvə bilər. Maşınlar züvə bilərlər. Bunlar. O zaman, indi də ki, asfalt olan yerlərlə gedirlər, o bir ayrı, yenə bir məsələdir. Əlbəttə, yenə də məsələdir. Uzun zamanda soyuq yerlərdə, qarlıq yerlərdə savaşmaq çox çətindir. Rudxanə Yangtes'e toğyan kərdə bud. Bir dana çay varmış, Rudxanə türkçəsi olur çay. Biz çay deyirik. Çay daşmışmış. Toğyan ərəbcədir, onun türkçəsi daşmaq. Daşmışdı. Və cahayı ki, əsə dəhanə rud obur mikərd, xətərnak şudə budən. Körpülərin o yerləri 3 dana şeyi var idi, 3 ağızlı idi. Biz elə buna ağız deyərik. Körpünün 3 ağzı var. Bir ayrı şeylərdə ağız deyərik əlbəttə. Deyir ki, bunun 3 ağzı var idi. O ağızların ortasındakı divar vardı. O divarlar xətərli olmuşdular. Xətərdə deyək, qorxulu olmuşdular. Xətəri biz ərəbcə sözdür, türkçəyə tərcümə etsək, qorxulu olmuşdular. Hisə mutmain bu ki, Lişing və vey həmlə neymi deyir ki, bu nəzərinə gəlirdi ki, o Lişi ona həmlə eləməyəcəkdir. Niyə? Çünki yağışlıqdır, körpülər də yıxıla bilər. Sel axır, çaydan sel axır və yıxa bilər. Və dən nəticə heç günə amadigi fərahəm nəkərdi bud. Heç hazır deyildi ki, düşmən həmlə eləyə bilər. Çünki payızdır, yağışlıqdır, sel axır, körpü hər an yıxıla bilər. Bu da deyir ki, tamam, biz istirahət eləyək. در ماه نهم 9-cu ayda Li Shing در رأس لشکر نخود قرار گرفت. Bu getdi, oturdu لشکرین başında və xitab və anan suxanani beyin məzmun qofd. İndi görək ki, bir dana fərmandeh 2000 il bundan qabaq istir savaşa çıxsın, necə danışır, onları nə cür hərəkətə, cərəyana gətirir. Ançə در جنگ اهمیت اساسی دارد آمادگی سائقه‌وار است.
Saiqə fikrim ərəbcə sözdür. Var, farsça ola bilər ya ayrı bir yerdən ola bilər. Amma bir savaşın önəmi, əhəmiyyət, önəm türkcə. Bir savaşın önəmi, əsas önəmi, yəni nə deyək, paya önəmi, ya birinci önəmi, ya böyük önəmi onun ildırım kimi hazırlaşmağıdır. Ordu bu cürdür da. Orduya birdən deyir ki, 3 dəqiqəyə, 5 dəqiqəyə hazır ol. Ordu gərək hazır ol. Odur, deyir ki, saiqi var, yəni ildırım kimi hazır olmaqdır. Nemitovon icazə edir ki, heç fürsəti az dəst birəvəd. Orduda icazə vermək olmaz ki, savaşda. Bir kiçik fürsət əldən geçsin. Yəni, əgər yağış yağır, əgər düşmən indi orada deyir və gəlməz, yəni biz hazır olub geçək. Bu cürsün. Dərhal hazır niruhay ma mütəmərkizən bizim güclərimiz toplanıbdır. Mütəmərkiz toplanmaqdır türkcə. Hisa olsa hisə hənuz این مطلب را نمی‌داند. O birisi tərəf düşmən hələ bilmir ki, biz hazırıq və amadıyıq. Az Toğyan rudxanə istifadə می‌کنیم. Çayın daşmasından faydalanaq və istifadənin də ərəbcəsi bir faydadır. Biz də elə işlədirik buna. Kullanmaq deyirlər Türkiyədə, bu kullanmaq bu fürsətdən qafilgiranə sərəzzir divarhay paytaxt در میآوریم. Onları qafilgir elərik və düşmənin paytaxtının divarlarının dibində olarıq. Yəni görməz. Yetişərik özümüzü ora və fürsətdən istifadə bəlkə də içəriyə gedə bilirik. Dəqiqən bu savaşı keçən il bizim Azərbaycanlı şəhamətli, şücaətli ordumuz bu işi gördü. Şuşanın dağından, Şuşa bir divardır əslində. Şuşa 3 tərəfi divardır elə bilin. Yəni bir dənə cəzirə bilin suyun içində, amma bu cəzirəni siz torpaq içində görün. Bilirsiniz, cəzirə dediyimiz ada, türkcə, adanın dövrəsi su olur, dərin, gəmi gedir, filan gedir burada. Üzmək başarmasan adaya gedəməzsən ya da gəmi ilə gedəsən. İndi siz bu adanı görün ki, adadır, amma su yoxdur, aşağıda bir torpaq var. Amma orada bir 100 metr, 150 metr, 200 metr divarın uzunluğudur. Bir dənə divar fikir eləyin, dövrə-dör. Təbii divar özdə. Bu divarın deyir ki, Azərbaycanlılar buradan gərək düşmən heç vaxt fikir eləmir ki, Azərbaycan bu divarı çıxa bilərlər. Bunu fikirləşmir. Çıxsalar da belə silah gətirənməzlər özləri ilə. Düşmən belə düşünür da. Əgər bir mövqe bunu bir 5 nəfər, 3 nəfər də ip ilə çıxdılar, gəldə bir cürüqlə çıxdılar, getirdilər o başa. Silah gətirənməzlər. Özləri ilə narincək gətirənməzlər, ağır tüfək gətirənməzlər. Elə aralarında bir koddan, filandan, bəhmandan gətirirlər. Amma Azərbaycan dövlətinin, Azərbaycan ordusu neynədir? Bir tedadı erməni paltarlarını giydilər, erməni sərbazlarının paltarını giydilər. O divarı çıxdılar. O divardan çıxandan sonra yanında olan koltuna və əlində olan bıçaqla. Sərneyziyə biz türkçədə görüm nə deyirik? Ya bilirəm, amma tüm işlətməmişik, zehnimə gəlmir əlan. Bir yol. Bundan çıxırlar üstə və ordu savaşırlar. Öldürürlər. Sürəti əməl, düşməni tovlamaq. İndi bir-birimizi necə tanıyaq? Çünki biz də erməni paltarı giymişik, onlar da erməni paltarı giyiblər. Nə cür bir-birimizi tanıyaq? Bunlara bir əlamət lazımdır. Çünki düşmən tanımıyor, o əlaməti görüb tanımıyor, amma özümüz tanıyaq. Ondan sonra bunların içinə girək, burada güllə ilə savaşsaq, düşmənin o birisilə mütəvəccüh olar. Bilərlər, aylarlar. Gecə gərək həmlə eləyir. O gözəl, yəni bu fəqət bu Şuşanın azadlıq serialın dizisini düzəltsələr inşallah. Umaram ki, bunu düzəldələr. Bizim tamam ruhiyyəmiz dəyişəcək. Güney Azərbaycanda ruhiyyəmiz dəyişəcək. Tamam, dedi ki, özümüzü yetiririk və düşməni alarıq. Leşing səpəs گفت وقتی که صدای رعد برق میخیزد o zaman ki ildırım şaxır, rə'd و برق صدای رعد و برق میخیزد bunların hamısı ildırım şaxmaqdır. Türkçədə o zaman ki ildırım şaxır برای بستن گوشها دیر شده است. O zaman ki ildırım şaxıdır da siz şaxıdır, qulaqlarınızı bağlasaz da eşitmisiniz onu. Nə deyir bundan? Diqqət bölümü çox mühümdür. Deyir hocam, siz
sürətlə hərəkət eləyəsi, düşmən qafilgir ola, düşmən qafilgir olandan sonra da o hazırlana bilməz. Çünki siz onu salmısınız təliyə. Hətta əgər düşmən ma ra kəşf کند, biz onları təliyə salınız, hətta bizi kəşf eləsə, yəni bizi görsə də, در حالتی نیست که فوراً و ابتدا به ساکن برای متوقف ساختن ما تحریزی و نقشه بکشد. Deyir, hətta görsələr də o halda deyil ki, eləyə bilə, özünü toplaya və o halda ki, biz onu salmışıq tora, o nəqşə çəkə, filan eləyə, silah hazırlaya, sərbazların hazırlaya, yuxudan durdura, bunlar ola bilməz. Binabərin müsəlləmən mitəvani bər vəy müsəlləşdir. Qətlən ona müzəffər ola bilir. Baxın görün bu şəhərlərdə nə gözəl gedə bilər. Görün şəhərlərdə nə gözəl gedir. Ehtiyacı yoxdur kələntərilərin, adamların öldürək, pasqahların içində olan sərbazları ya şeylərdə necə. Kafidir ki, tökülək məsələn bunların silahlarını Allah əllərindən, dedim radyo televizyonun məsələn 3 dənə 5 dənə sərbazı olur olmur. Allah əlindən və elamı cümhuriyyət yox. Sonra da milləti çəkək xiyabanlara, tamam pasqahlarda silahları alın, padqanlara gedin silahları alın və taza qurulan cumhurimizdən himayət edin. Görün ki, nə qədər bu olucu bilərdi. Olmaz da millət bilər ki, bizim bir də vətənpərəstimiz var, vətən yolunda, millət yolunda ölməyə hazırdır. Çünki o behişti deyibdi. Behişt ra bi bəha dəhənd, bi bəhanə nə dəhənd. İttifaqən gözəl sözdür. Sən əgər behişt istəyirsən, ona zəhmət çəkəcəksən. Zəhmətsiz vətən verməzlər. İşğalda yoxdur. 100 ildir zəhmət çəkməmişik o qədər işğalda qalmışıq. Lişing ta liing piş rəfti. Bir dana toprağacan getdi o adam. Elə yağış gəlir, getdi. Hisa o hisə tərsid və az cünub rudxanə təqazay qovay kumaçı nümud. O da qorxdu, sonra çayın o birisi tayından kömək istədi. Amma orada da şey var. Kömək də şeydir. Türkçəsi olur yardım. Yardım istədi. Lakin این قوا نتوانستند به موقع برسند اما onlar gələ bilmədilər, vaxtında yetişə bilmədilər. Lişing şəhər رو mühasirə کرد və hissə təslim şud. Şəhəri mühasirə elədi və təslim oldu. Dedik ki, Qarabağa da misal vurduq ki, Azərbaycan necə orada gözəl həmlələr elədi. تاختن به دشمن در جایی که وی منتظر چنین حمله‌ای نیست این روش نظیر عملی است که در پایان سلسله ویئی اتفاق افتاد. Deyir ki, düşmənə həmlə eləmək o yerdə ki, düşmən sizi gözləmir. Bir dana yoldur ki, çox neçə dəfə bu dünya tarixdə olubdur. Bir dana misalım bu vurur. Əlbəttə biz üçün Çinin tarixi ilə mənim tanışlığım yoxdur. Bunların adlarını da heç bilmirəm. Baxman, önəm daşımır bunların üstünə daşıyaq. در پایان کار این سلسله ویئی فرماندهان خود یعنی شونگ هوی و تینگ آی را برای حمله به شو فرستاد. در زمستان در ماه دهم سال آی از پینگ یینگ عزیمت کرد و منطقه غیرمسکونی را به مسافت 700 لی طی نمود. 700 kilometrelik bir yeri də çıxdı, getdi qışda, keçdi, qarlıqda. Əlbəttə bilirsiniz ki, Çin də qarlıq bir yerdir. Çinin çox yeri qarlıq və soyuqluqdur qışda. Dağlıq bir yerdir. Və caddəhay در دل کوها ساخت. Buna görə ki, gedə bilsin, o zaman araba deyirdilər. Arabalarını çəkə bilsinlər, filan bəhman daşqa deyirik da. Türkçədə, Təbrizdə daşqa deyirlər, araba da deyirik buna. Farsçada ərrabə deyiblər buna. Bilmirəm ki, indi hangisi düzdür. Hər halda biz araba deyirik. Elə Türkiyədə indi hətta böyük maşınlara, maşınızda araba deyirlər. Çünki elə 4 təyərlilərə ki, araba deyiblər, o sözü saxlayıblar. Elə qədimdən deyiblər. Məsələn, bizdə də var daşqa. Daşqadan sonra məsələn mənim yadıma gələnlər biz elə farsların üçün götürdük. Amma məsələn bir zamanlar otobusa ya minibusa deyirlər qapdı qaçdı. Məsələn çox gözəl ad idi. Yəni öz dilimizdən çıxmışdı, öz fərhəngimizdən çıxmışdı. Amma indi hər şey çevrilibdi farsça, ingiliscə olubdu. Deyir ki, bu adam ki gedirdi, sərbazlara deyirdi ki, yol açın, adamlar züyüldəməsinlər, vəsait aparırıq, onlar züyüldəyib aşıb getməsinlər, heyvanlarımız züyüldəyib getməsinlər. Həm də qarlıqdır da, daha rahat züyüldərlər. Ona görə deyirdi ki, belçülük vermiş bulan əllər, qazın yol açın. Ya körpü vurun, ya məsələn bir yeri doldurun hətta. Polhaya şinavar bina کرد. Körpülər düzəltdi.
Əlbəttə bunu biz İran-Əraq savaşında da İran ki Əraq əleyhinə cəngi başlatdı. Onun da şeyində gördük ki, İranlılar məsələn Kaçonun üstünə də dəmir çəkirdilər, el bağlırdılar bir-birinə. Məsələn buradan şey gedirdilər, körpü düzəldirdilər. Salırdılar suyun üstünə. ارتش که خاربارش به پایان رسیده بود در معرض انهدام قرار گرفت. İndi nə qədər yol gediblər, 700 kilometr, nə qədər yol gediblər ya 1000 kilometr yol gediblər qışda, yeməkləri qutardı. Nə oldu? Ac qaldılar. Ac qalanda bunların gücü yoxdur savaşalar. Gücü yoxdur gedələr. İnhidam yəni aclıqdan da bunların savaşa gücü yoxdur. Aradan getməyə məhkum olurlar. تنگ آی خود را در نمد پیچید و از şibhay tund qəlsinin payın rəft. Bir nəfər özün nəmədə bürüdü. Nəməd dostlar indiki məsələn desək keçə, nəməd bunlar şeydilər, əlinlə düzəlirdilər. Bizdə indi bunların moketdir. Moket onlara yaxındır, nəmədə yaxın bir şeydir. Bu moketlər ki üstü də pırpızəhli deyil, yəni çox bəhdi, qalindir, yapışıqdır, fərş kimi deyil, üstündə şey yoxdur. Onlar çox nəmədə yaxındılar. Amma mən nəmədi görmüşəm, şey görmüşəm. Ərz edeyim ki, deyir ki, bu adam ona büründü, piçit büründü olar türkcə, büründü ona və nəmədə və o dağın üz aşağılığı, deyək ki, Züyül dağında ondan dığırlandı getdi ki, daşazada dəysə əzili bölməsin. Buna görə o cür elədi. ژنرال‌ها و افسران با دستاندازی به شاخه‌های درخت می‌خزیدند و جلو می‌رفتند. Biz də dağa çıxanda görürsək, ya çətin olanda əl atırıq ağaclardan, torpaqlardan, daşdan yapışırıq, özümüzü çəkirik üstə. Deyir ki, ژنرالlar falanlar da beləsi özlərini çəkirdilər üstə. ارتش در شفوف فشرده مانند دسته‌ای به هم پیوسته از پرتگاه پایین رفت و پیش داشت. Amma ondan belə deyir ki, bu çətinliyindən olaraq o pərtgah türkcə olur uçurum. Uçurum. Uçurumdan deyir nə oldu? Yendilər, getdilər aşağıya. Yəni özlərini salmadılar, öldürmədilər, yendilər, getdilər aşağıya. Və düşməni neynədilər? Həmlə elədilər. تنگه‌های نخست خود را به شیانگیو در شو رساند. مامو فرماندهی که مأمور دفاع از این şəhər bu təslim şud. Hər halda getdilər, şəhəri mühasirə elədilər və təslim oldular. Tengay Şukuşan را که در میینشو müqavimət میکرد edam نمود. Bir nəfər ki bir şəhərdə fərmandeh idi, müqavimət edirdi, onu edam elədi. Ondan sonra edam elədi ki, o birislər qorxsunlar. O birisi fərmandehlərə xəbər getsin, qorxsun. Bu savaşda bir şeydir, rəvani bir keçmişdir, ruhi bir keçmişdir. Dün Ruslar da bunu icra elədilər, Ukrayna əleyhinə buydu ki, sürətlə həmlə eləyələr, şəhərləri, kiçik şəhərləri alalar, xəbərləri yayalar, qorxmalı xəbərlər. Sərbazlarınızı öldürür, balalı cəsədlərin nənələrinə zəhv vururlar, deyərlər cəsədləri olur. Bunda zəbt eləyələr, qoyalar internetə ki, Ukraynalılar bunu görərlər, qorxalar. Moğollar da bu təşkildən çox istifadə edirdilər. Deyirlər ki, Moğollar, əlbəttə mən inanmıram, amma belə deyirlər, tarix bir nağıl düzəldiblər əslində. Çünki Moğollar əlan kulli Moğolistanın adamları 3 milyon zad adamdır. Mən bunu bir dəfə amarını çıxartdım. İndi də əlbəttə telefonum yanımdadır, Google eləyə bilirəm ki, məsələn, Moğolistanda əlan neçə nəfər adam var 2022-də. Amma məsələn, fikir edin ki, məsələn, 800 il bundan qabaq olar, məsələn, bu cəmiyyətin 1/10 də olmazdı. Amma 1/10 olmayan dünyanı ala bilməz dostlar. Bu əslən ağla sığmaz. Xüsusən ki, dedik o Moğolistan tərəfləri, mən indi əgər bunu eləyə bilsəm, onun amarını elə buradan How many Mongolian are living in 2022? الان 2022 ilində 3.378.078 nəfər adam şeydə yaşır, Moğolistanda. 3.400.000-dən də az. 400.000-dən deyək ki,
28.000 nəfər az yaşır. Əl-an. Deyir ki, bunların ildə 1.47% çoxalır cəmiyyət. 1. Yəni deyək ki, hududən 55 il, 60 il çəkər ki, millət 2 qat olar. Ölənlər də var, ona görə bəlkə də hələ 70 il çəkər ki, görək burada Yemen ölənlərin də şeyin yazıbdır. 2021-2020, yox. Mortalını da yazsaq gətirər də. Dediyim yerinə mortal yazsaq. Mortality. Bunda mən yazım mortality görək necədir. Death rate 2022-də dostlar. Death rate 6400 nəfər şeydir, ölübdür. İndi siz fikir edin ki, 3 milyonun bir nöqtə şeyi nə qədər olar və nə qədər bunun ölü sayıdır. Hər halda. Death rate per 1000 people. Görək burada hər 1000 nəfərə neçə nəfər ölübdür. Death rate per in Mongolia was reported 6.3 in 2016'da dostlar, düşünün 2019'da Moğolların ölüm sayı hər 1000 nəfərdə 6'dan çoxmuş. 6,5 da deyil, amma 6'dan çoxdur. Yəni məsələn hər 30.000-də elər 19 nəfər. Hər 30.000 nəfərdə 19 nəfərdə ölürmüş. Yəni diqqət buyursaq bu millət biraz çox çətindir ki, biz o nəqilləri qəbul edək ki, Moğollar oradan sel kimi gəlirdilər və bunları ala-ala gedirdilər. İndi fikrin ki, 700 il bundan qabaq. Siz əgər bu cəmiyyəti ilə, bu vəziyyətinə hesablasaz dalıya aparsaz, 1%, əlbəttə o zaman indi yemək var hər yerdən, maşınla, təyyarə ilə, qışda, yayda ət gəlir, yemək gəlir. Amma o zaman fikrin ki, bunlar orada buğda əkənmirdilər. Əslən, Moğollar bilmirdilər buğda nədir, noxud nədir. Yəni, o şey ki, ərəbcə hububat deyilir və bizim dilimizdə onlara, görüm nə deyirlər, hər halda deyək, zumar deyək biz, kolluna. Zumardan fəqət ət bilərdilər nədir. Çünki heyvan əti yerdilər, süd bilərdilər. Yəni, ağartı. Amma görürsünüz ki, cəmiyyət o zaman nəticə alır ki, o zaman cəmiyyət az olardı. Mərizçiliklər çox idi, dava dərman yox idi, xəstəxana bu şəkildə dəyirdi. Amma indi fikir edin ki, məsələn deyək, o zaman bunların 500.000 nəfər cəmiyyəti var, 700 il bundan qabaq. Yəni, siz əslən bu 1% ilə hesablasaq, görərsiniz ki, o zaman 500.000 nəfər də orada adam yox idi. Mən bir dəfə hesabladım onu, Günas TV-dən bir bərnamə dedim, 300.000-ə yaxın adam olardı o zaman. Və bu 300.000-in birazı uşaq olar, birazı qoca olar, birazı xanım olar. Deyək ki, yarısı bunun uşağıyla xanımdır. Əlbəttə, normalda xanımlarla ağalar normalda bir az fərqinə bərabərdirlər. Bərabərdirlər. Yəni, deyək ki, %50 deməyək, deyirlər, Moğolların da xanımları az olur, məsələn, %50 deməyək, %48 xanım var imiş, %52 ağa. Bunların biraz da uşaqdır da, yəni, çıxılı uşaqdır, südəmərdir, biraz da içədir, filandır, bəhmandır. Hər halda deyək ki, bir Moğol da, məsələn, savaşa başlayanda başlasın 13 yaşında, 15 yaşında, ki, uşaqdır, yenə də siz 13-15 yaşında uşaq, xüsusən soyuq yerlərdə də adamların cüssəsi kiçik olur. Siz fikir ki, məsələn, bir dənə 15 yaşında uşağın qabağında bir dənə 30 yaşında, məsələn, Pakistanlı, yəni Hindistanlıdır, məsələn, o zaman Hindistan. Ya, məsələn, elə bizim məntiqələrdən durur. Ki, heç olmasa alma meyvəzat var idi. Orada alma meyvəzat da olmaz orada. Üst-üstə çox meyvə də orada olmaz. Hər halda olsa da fəqət elə meyvə fəslində olar, ayrı fəslində olmaz o zaman, qədim zaman. İndi əlbəttə dünyanın hər yerinə gəmi ilə, filanla, təyyarə ilə aparırlar. Hər halda istədim bunu deyəm, biləsiniz ki, bəzi şeylər də bizə öyrədiblər, bunları da gələk fikirləşək ki, ola bilməz. Mən bir dəfə dedim, məsələn, deyirlər ki, Xosrow Pərvizin neçə min dana şeyi var idi, xanəndəsi, rəqqası var idi, neçə min dana nökəri var idi. İndi siz fikir edin ki, bu harada idi bu şəhər?
Axı deyək 10.000 dana rəqqas, nökər falan var. Elə 10.000 dana deyək. Fəqət 10.000 dana. 10.000 dananın əhliyalı da var da. Yox, bunların. Yəni bunların hərəsinin heç olmasa bir arvadı var, bir iki uşağı var, bir dədəsi var, bir nənəsi var. Bunlar 10.000 dana burada ev lazımdır. 10.000 dana ev, ondan sonra kax var, bazar, bunlara bazar lazımdır, bunlara tükar lazımdır, bunlara məbəd lazımdır, ya tapınaq lazımdır falan. Görün ki, bu bir dana böyük şəhərdir əslən. Bu şəhər hani? Hardadır bu şəhər? Niyə yoxdur? Niyə yer altından 4 dana? Axı bir də bax məsələn mənə çox sual idi. Təbrizdə də getdim bunu Göy məscidin altında o qazantıları gördüm. 6 metrlikdən ta 12-13 metrlikəcən ölü tapıblar. Axı Təbrizin başına nə oyun gəlib? Bunlar niyə 12 metr yerin altındadılar? Nə olubdu? Bunlara nə gəlib başlarına? Niyə 12 metr torpaq bunların üstündə var? Axı Təbrizin özü indi 12 metr bunlardan üstədir, 10 metr, 5 metr bunlardan üstədir. Nədir olub Təbrizə başına nə bəla gəlib torpaq 12 metr gəlib üstə? Ölülər qalıb daşıqlar, torpaq gəlib ayrı yerdən bura. Və əgər zəminşünaslıq deyirlər farsçada, torpağın əgər şeyinə baxsaq, o zaman ki torpağı qazırsınız, əgər sel gəlmiş olsa, torpaq gətirmiş olsa, seli orada görərsiniz. Məsələn, biraz torpaq, qırmızı torpaqdır, biraz sarı torpaqdır, biraz ağ torpaqdır, biraz qumluqdur, biraz daşlıqdır, biraz... Bu cür bir şey də yoxdur. Çünki qərə torpaq elə, Təbrizin torpağı kimi, qərə torpaqdır, oradan oraya qazmış şey. Nə olubdur, nə olub, burada nələr geçir? Biz bunları soruşmalıyıq. Hər halda 27. bəndə oxuruq. Deyir ki, اینها کلیدهای پیروزی یک استراتژیست است که پیشاپیش درباره آنها نمیتوان بحث کرد. Deyir ki, bu cür bir işlər ki, nə tür saydıq o cür pis günlərdə mən bunları xülasədə yazıram, qoyuram ki, məsələn nələri deyirlər. Deyir ki, bunlar bir strateji düşünən bir fərmandehin adamın əlində olan vəsailidir, əbzar alatıdır. Ki, onlarla eləyə bilər, düşmənə şey eləsin. Və biz deyir, bunları bəhs eləyəm üçün bilmirik o nələrdən istifadə edirik. Amma kulliyyatında bəhs eləyə bilirik. Bir dana ayrı Mei-ya Ocean adlı bir Çinli varmış. Mei-ya Ocean. Deyir ki, bu deyibdir ki, هنگامی که رویاروی دشمن قرار دارید با تغییرات مربوط به اوضاع و احوال مطابقت یابید. O zaman ki düşmənin qabağında durmuşuz. İndi biz Güney Azərbaycanlılar, Farsların, Türklər İranda Farsların qabağında durmuşuq. Deyir ki, ba təğyirat oza və əhval zaman değişdikcə orada bir hadisələr üz verir. Yaşıl hərəkatı yaranır. Siz değişin, durmayın, gözləməyin. Değişdirin fora özünüzü. Tətbiq verin. Dinosorlar tüm özlərin tətbiq verə bilmədilər. Özlərin tətbiq elədi ya xələfə eləndə, türkçəsi niyə yadımdan çıxdı mənim. Tətbiq verə bilmədilər qarına, soyğuna, öldülər. Siçanlar eləyə bildilər, girərlər şeyə, yerin içində bir çöl düzəldib, girərlər içində diri qaldırır. İndi bununla belə ki, onlardan kiçik idi, amma ağıllı idilər onlardan. Dinosorlar onlardan daha tez qıza bilər, amma ağıllı deyildilər. İndi ağıllı bir millət düşmənin təğyiratı ilə özünü değişdirər. Nə etməlidir? Onlar dillərin, fars dili təhmil edir, tamam. Sən özün oxu, lazım dünyanın çox yerində dövlətlər mədrəsənin şey eləməzlər, insanları özləri mədrəsə qurarlar. Xüsusən bizim kimi bir millət ki, onların bir düşmənin fişarı baskısı altındadır, baskı deyək fişara, baskısının altındadır, o özü gərək, özü müəllim ola, özü mədrəsə ola, özü kitab çap eləyə, özü ruznamə çap eləyə, özü radio qula, özü televizyon. Sən düşmənə deyə bilməzsən ki, düşmən, lütfən məni vurma, mənə silah ver, səndən savaşım. Mənə dil ver, oxuyayım. Verməz, niyə versin? Dəlidir bəyə. O çalışmasının hamısı budur ki, bunları sənin əlindən ala. Səni yıxa, səni təslim eləyə. Sən neymişsən? Deyirsən ki, mənə haqq versin. Hüququ bəşər. İran hüququ bəşəri niyə qəbul eləsin? İran azadlığı, demokrasini niyə qəbul eləsin? Niyə milli, sənə niyə milli kimliyi qəbul eləsin? Onlardan ötürü səndən savaşır ki, düşmənə sən savaşır ki, bunları səndən ala. Amma biz o qədər saat yox ki, biz əsl 15 qanun əsası istirik. Gel istə. Gel istə.
100 ildə dəfələrcə inqilab eləmişik, etiraz eləmişik, gəliblər, vurublar, öldürüblər, daha vəzi xərab ediblər. Pəs özünüzü vəziyyət çevrilir, özünüzü değiştirin. Dinosaur olmayın. Heç olmasa canavar olun. Canavarlar gedirlər, yeri qazırlar, girirlər buzluqda içinə. Ayılar yeri qazırlar, girirlər içinə, yatırlar uzun zaman. Amma ölmürlər. Biz də gərək değişdirək özümüzü və tədabir tazə, yəni taza özünüzə yol tapın. O ki değişir sizdə. İndi düşmən zəiflirsən, onu yıxmaq vaxtına geçəcəksən. Düşmən güclərin birləşdirir, tamam yerlərdən çəkilir dalıya, gəlir sənin üstü zoom olur, sən burada çəkiləcəksən dalıya, qoyacaqsan, tamam, sən gəl, indi bura məni qətlam eləmə. Elə ki getdi Ərəbistana, elə ki getdi Bəluçistana, elə ki getdi o birisi yerlərə, sən ayağa qalxacaqsan, şəhrivi alacaqsan əliva, toprağı alacaqsan əliva. Kafidir ki, bir şəhər özünü əlinə ala. Diqqət buyurun dostlar, dünyanın heç yerində birdən bir məmləkəti işğal eləməzlər. Dünyanın heç yerində, heç savaşda birdən-birə bir məmləkət ələ getirmək olmaz. Heç məmləkətdə azadlıq bu deyil ki, birdən-birə tamam şəhərlər qalxa. Yox, bir şəhər, kiçik bir şəhər, məsələn Kəlibər, ya Şəbistər, ya Xoy, ya Urmiyə, ya Təbriz, ya Ərdəbil, ya Zəncan, ya Qəzvin, ya Həmədan qalxar ayağa, 50 nəfərin əliyinə bir şəhəri ələ keçirirlər. Yəni radio, televizyonu ələ keçirirlər, elam elər, qalxın ayağa, millət qalxar ayağa, tökülər xiyabana, şəhərləri bağlar və alar əlinə. Bunda şərait hazır olanda, indi sən bu işi görsən, ta sən hazırləşəsən bunu, Tehrandan, Şirazdan, İsfahandan, Əl-Əhvazdan, Bəluçistandan, Azərbaycan hər yerlərindən polisin, pasların tökəcək sənin üstü var. Amma o zaman ki, onlar qatışıbdır, sən qalxsan, hökuməti quracaqsan. Elam elərsən, o şəhərdə hökumət qurdun, o birisi şəhər qalxar, o birisi şəhərə adam göndərərsən, sənin də silahın əlində var indi, şəhərdə almısan, ayrı məmləkətlərdən silah istərsən, gedərsən, qalxarsan, gedərsən, pulun var əlində, alarsan, tamam Azərbaycanlardan dünyada deyərsən, ağa biz istiqlal eləmirik, məsələn, məsələn deyirəm, bura Ərdəbil şəhri Türk Azərbaycan Cumhuriyyətinin birinci müstəqil olmuş şəhəri. Azərbaycanlılar dünyanın hər yerində bizə silah lazımdır, bizə pul lazımdır, bizə falan lazımdır. Töküləcəklər. Bizim birlikdə insanlarımız var ki, sayırlar saniyəni ki, Azərbaycanda bir iş olsun, qeysinlər, orada öz topraklarında ölsünlər. چگونه ممکن است درباره این نکات پیشاپیش بحث کرد؟ Binabərin, deyir, yəni, məsələn, düşmən indidən biz nə bilirik ki, sabahları farsların başı nə olacaq? İndi diqqət buyurun, məsələn, sabahları, indi 3 dənə fərz var da, deyirlər ki, Rusiya Ukraynaya həmlə edir, Çin Tayvana həmlə edir, Amerika və Qərbi də ehtimalən İrana həmlə edir. Ehtimalən bu bəhs ciddidir. Ciddi bir bəhsdir, heç olmasa hələ bəhs var. İndi biz yerə öz aramızda bunu düşünək ki, əgər bunlar İrana həmlə eləsələr, biz neyniyə bildik? Neyniyə bildik? Bunu gərək indi düşünək. Amma bu ki, sabahlar nə olacaq İranda, hələ onu bilmirik. Amma o düşəndə gərək biz taktikimizi ona görə değişdirək. Fori girək, çünki stratejimiz budur ki, müstəqil olaq. Baxın, əgər biz federalizmə fikirləşsək, heç bir fürsəti tarixidən istifadə edib, ayaqüstü qalxan var. Çünki federalizm dediğin yəni bu ki, İran qalsın. Bu, İran qalsın demək, yəni sənin dilin, tarixin, filanın, mənim feylən bir 200-ün, 200-ün gözü uyum. İrandan biz gecə, hətta mən gecə bir pan-İranistlə danışırdım. Ruznamə Səlamda bərabər işliyorduk. Çox yaxşı bir oğlan. Cünaz TV-də də gətirdim, danışdırdım. Birinci xəbərniqar idim ki, bu adamı gətirdim, müxtəlif yerlərdə danışdırdım. Çünki ağıllı bir adam. Amma eyni halda pan-İranist. Dünən gecə 1 saat yarım bu adamla mən bəhs elədim. Tehranda olur, mən də burada oluram. Bəhs elədim. Adama dedim ki, sən bir dana dəlil gətir ki, Azərbaycanın, Türkmən Səhranın, Qəşqaistanın, Əl-Əhvazın, Bəluçistanın, Loristanın, İran adlı məmləkətlə qalmaqda bir faydaları var. Dedi, yoxdur. Amma İran qalmalıdır. Niyə İran qalmalıdır? Mənə faydası yoxdur, niyə qalır? İndi, mən adama dedim ki, əcəba, Azərbaycan ayrılsa,
Quzey Azərbaycan kimi özünə bir dövlət olsa zərər eləyər. Yox, zərər eləməz. Qət'ən zərər eləməz. Ərəbistan ayrılsa özünə bir imarat olsa zərər eləyər. Qət'ən zərər eləməz. Bəluçistan ayrılsa özünə bir məmləkət olsa, ağa elə o Xəlic Ərəbin və ha belə Umman dəryasının sahilləri oranı keçindirər və şah kimi keçinər millət. Diqqət buyurursunuz. Amma Panirani istəyir, yox. Siz orada, məsələn, o mənə misal vurdu ki, özü üçün əndiyimə şəkilidir. Abadanlıdır, üzrəm, Abadanlıdır, amma oranın savaşlarını bilir. Amma farsdır, özünü ərəb bilmir. Özünü ərəb bilmir. Bəlkə də ərəbdir bilmirəm, amma özünü ərəb bilmir. Dedi ki, Əndimeşq ilə Desfulun arasında savaş var. Təbii ki, savaş var. Çünki farslar bunu yaradıblar. Bu savaşı farslar keçən yüzildə savaşırlar. Amma biz gərək bunları təbiətən bunları həm millət öz arasında həll eləyə bilər, həm də ola bilər savaş olsun. Yəni gələcəkdə millətlər arasında torpaq, düşmən, fars düşməni bizim aralarımızda bir sorun yaradıb. Torpaq sorunu. Torpaq savaşı ehtimalı %99 düşəcək. Amma əgər millətlər ağıllı olsalar, bu savaşa düşməyəcəklər. Ağıllı olsalar. Yoxsa biz gələk düşmənin nəqşə çəkib ki, biz ayrılsaq da bir gün bir-birimizdən o qəç savaşaq ki, axirdə farslara qaçaq, onlara sığınaq, bu təliyə düşsək, tamam da o ayrı bir şey. بنابراین اگر ارزیابی هایی که در معبد پیش از شروع محاصمه به انجام رسیده است پیروزی را پیش بینی کند معنیشان آن است که تخمین ها نشان دهنده قدرتی برتر از قدرت دشمن است. Deyir ki, əgər qədim bunu göstərir ki, orada Çində qədim məbədə toplanırmışlar, orada Çinlər olurmuş, qədim dinçilər olurmuşlar, ordu adamları olurmuş, səltənətin adamları olurmuş, bir də pullular olurmuşlar. Qədim bunlar olacaq. Yoxsa kasıb milləti əkinçinin zadı kim qoyarmış o cür bir yerdə geçsin otursun. Vaxtı da olmazmış, heç ittilatı da olmazmış, bilməzmiş. Deyir, bunlar gəlirdilər, məbəddə toplanırdılar, salırdılar, çıxırlar, deyirlər, piruz ola bildik, qazana bildik savaşı. Deyir, belə gələndə bu qəti deyil, amma təxmin vurursan, yəni həds vurursan, güman aparırsan ki, nə olar? Sənin qüdrətin ola düşməndən çoxdur və uda bilərsən. Buna yetişirsən, təxmin vurursan, yəni həds vurursan, zənn edirsən, güman aparırsan. Əgər in ərziyabi ha şikəst را elam کند, amma əgər siz oturdunuz orada bir-birinizlə danışdınız, gördünüz ki, şikəst yiyərsiniz. Onda nə olacaq? Mənişan an است ki, təxminهای قدرتی فروتر از قدرت دشمن را شناخته اید. Deyir, onda bunu yetişdirdik, biz güman edirik ki, bizim qüdrətimiz düşməndən azdır. Amma mən dünənlərdə dedim, məsələn, İranda, mən yenə də bunun amarını istəsiz, yenə burada şeyə desək gətirəcəkdir. Google aleyhisselama desək ki, Google aleyhisselam İranın kulli niruhay müsəlləh güclüləri nə qədərdir? Bu elə lütf eləyəcək və bizə bir vəhy kimi gətirəcəkdir. How many Iranian army is there? According to Wikipedia, Iran's military forces are made up of approximately 610,000 active duty personnel plus 350,000 reserve and trained personnel that can be mobilized when needed, bringing the country's military manpower to about 960,000 total personnel. Deyir ki, İranın 610 min dana aktiv sərbazı, dərəcədarı, pasdarı, ittilatı, ərteşi, dəryası, havası, hamısı 610 min nəfərdir. 350 min nəfərdə zəxirəsi var. Yəni, bazı nişəst olublar, gediblər evlərinə. Bunlar. Kulli halətdə, əgər bir savaşa girsə, eləyə bilsə, bunların hamısını toplaya bir-birinin dibinə 960 min nəfər adam ola bilər. Və bu zaman aparar. Yəni, bu cür dəyişməsində. Hətta o 600 mini də zaman aparar ki, eləyə biləcəkdir. İndi 600 mini siz bölsəz 32 ustanın içinə, fikirəm İranda 32 ustan var. Hər halda mənim itilatım şey deyil. Up to date deyil. 630 min nəfəri bölsək 32 ustanın içinə, dostlar, hər ustana gələr 20 mindən də hələ 400 nəfər az, 300 nəfər deyək az. 19.687 nəfər. Hududən deyək ki, bir belə adam gəlir. İndi siz hər ustandə görün ki, bunlar hara yetişə bilər. Mənə siz bunu buyurun. Yəni, düşmənin gücünü necə görməyək.
Təhlil eləyək, deyək ki, indi ərəblər qalxsa, ərəblərin bir ustan, ya iki ustan, hər neçə ustan. Bəluçlar özləri bir-iki ustan, bir-iki. Türklər 7-8 dənə ən azı bizuq, türkəmənlər var, qəşqailər var. Bunlar millətlər qalxsalar, hətta farslar qalxmasalar, kulli İranın niruların tökələr bunların üstünə, hər ustana 19.000 nəfər adam yetişər. Hər ustanın da, məsələn, Təbrizi 19.000 dana niru kontrol eləyə bilməz. Harada qala ki, burada indicədə, məsələn, Təbrizin 20-30 dana şəhəri var. Bunları kontrol eləyə bilməzlər. Ərdəbili ya oranı buranı. Onun üçün hər şəhərə 200-300 nəfər adam yetişər. Və bu 200-300 nəfəri siz rahatca nə edə bilərsiniz? Aradan apara bilərsiniz. Bunun üçün də mühüm şəhərlərin içində gözü padigan qoyublar da. Məsələn, Urmiyədə bir padigan vardı, Təbrizdə bir padigan vardı. Amma bu padigan Sipahpazların və Ərtəşin deyirəm, hamısının üçün. Amma bunların hamısını yıxsaz görürsünüz ki, şəhərlərə bölsəz bir şey çıxmaz. Eyni halda da bu padiganlarda olanların bir çoxu bizim balalarımızdır. Hələ deyək qalanları, məsələn, dərəcədarları filanları bəhmana götürsək, bir çoxu bizim sərbazlarımızdır, balalarımızdır. Yəni, bunlar da durub düşmənin yanında savaşmayacaqlar ki. Lazım olanda deyəcək ki, gəlin, qaçın gəlin, biz elam elədik bura Azərbaycan Türk Cümhuriyyətidir. Bizim sərbazlarımız savaşmamalıdır, Farsa, gəlib öz yanımıza durmalıdırlar, silahlarınızı götürün, gəlin bizə qoşun. Yəni, bu bizim. Amma əgər mühasibat kəm başad, piruzi mümkün است. Amma əgər siz burada oturub çıxmayasınız ki, düşmənin nəyi var, bizim nəyimiz vardır, deyir ki, eləyə bilər ki, müzəffər olmayasınız. Və ancaq ki, əslən bir mühasibə nemiپذیرد، şans müvəffəqiyyət xود را از دست میدهد. Əslən o adam ki, demir ki, oturaq bir baxaq görək ki, düşmənin nəyi var, bizim nəyimiz var, elə çıxaq xiyabana. Bu da, əlbəttə biz dedim, biz savaşa getmirik. Biz məmləkətimiz də ora bizim. Məmləkətinlə savaşın fərqi var. Bunu da mən dostlara deyim, çünki stratejidə bu da bəhsdir. Düşmən odur ki, bir ayrı millətli torpağı var, ordusu var. Sənin ordun istəyir getsin, oranı alsın. Oranın bir milləti var sənin qabağında dururlar, bir də ordusu var. Amma vətən nədir? Vətən odur ki, mən buranın sahibiyəm, burada yaşayan milyonlar adamam. Ordum yoxdur. Amma düşmənin ordusu burada neçə nəfərdir? Yəni, deyək ki, məsələn, Farsların ordusu yoxdur ki, yəni Farsların ordusu ibarətdir türklərdən, ərəblərdən, bəluçlardan, türkmenlərdən, qəşqaylərdən, lordan, ciydəkdən, mazənidən, biraz da fars. Diqqət buyurun, bu mühasibədə tutmalı ki, mən vətənimdiyəm, vətən mənimdir, şəhər mənimdir, bu sərbazlar da bir çoxu mənimkidir, bir çoxu da ayrı yerdən gəlmədi, tamam, neçə dərəcədar vardır. Ki, bunlar da bir çoxu bizimkidir. Yəni, bunları nəzərdə almalıyıq. Diqqət buyurun ki, mühasibədə biz xaricə hücum aparmırıq ki, sərbaz getsin. İçimizdə olan düşmən ilə ki, sayı azdır, savaşmağa çalışırıq. بیاری این محاسبات موقعیت را بررسی میکنیم و بدین سان پایان کار روشن است. Dostlar, tərcümə mən در زبانهای غیرچینی ephamamiz است. Bu da deyib ki, biz hələ özü bir şeylər. Getdi ikinci, dostlar, indi gedir ikinci fəslə. Birinci fəsli qutardıq. Bilmirəm nə qədər qalır. Görən ikinci fəsl qalsın. Yoxsa biz sabahlar onu başlayaq oxumağa. Ki, bəlkə dilə ikinci fəsli sabahları oxuyub qutarıram. Amma deyirəm, budur eləyək. Bu ikinci fəsl qalsın ora. Sabaha. Və böyle bu cür eləyək. Bugünkü video qısa olsun zamanımız. İkinci beləsi qoyacaq bura. İkinci. Amma əgər dostlar müvafiq olsaz, mən bugün bir uzun məqalə yazmışam, çox uzundur. Və buna görə bir qısa gələcəyim danışam. Onu istəyirəm dubarədən danışam. Bəlkə bir 20 dəqiqə bir mən istirahət edeyim. Gələcəyim o haqda danışam. Bəlkə dostlar istəsələr bu məqaləyə görə nəzərlərin deyələr, soruşalar. Dostların bir cümlə yazıb, qoyun elə onu deyim sonra. Dostların bir gözəl cümlə yazdı və o cümlə məni şeyə gətirdi. Həyəcana gətirdi, doğrusunu desək. Mən Ərdəbildə bu Əhmədinəcadın gəlib türkü danışmağına görə bir neçə dənə qısa mətləblər yazdım, qoydum Instagramdakı dostlar görsünlər, sağ olsunlar. Gözəl də cavab yazdılar dostlar. Bunlardan biri gözəl açıq bir şey yazdı. Yazdı, əgər bir millət ya hər kəs
bir şeyi baş tapmasa ondan difa eləməz. İranlılar niyə demokrasidən difa eləmir? Çünki baş tapırlar ki, demokrasi nədir? Demokrasi deyəndə sən az tapırlar. Demokrasi nə mənə? Azadlıq yəni nə mənə? Axı bir insan ki ömründə, bir millət ki ömründə azad yaşamayıbdır. Azadlıq yəni nə mənə? Axı azadlıq teori deyil ki. Azadlıq yaşam yoludur. Əslən teori deyəndə sən baş tapırıq. Baxın, Qacar dövründə Qacarlar azadlıq veriblər. Xüsusən məşrutədən sonra Nasiruddin Şahdan azadlıq başlayır. Məşrutədən sonra Əhməd Şah dövründə dünyanın suisində də bu qədər azadlıq yoxdur. Yəni ən demokratik məmləkət o zaman Qacar dövlətidir. Qacar millətləridir. Mətbuat çap olur, mətbuatda şahın nənəsini fahişəliğə müttəhəm edirlər. Diqqət buyurun. Hətta bir ayrısı mən taza oxudum. Deyir ki, şah əmməsi ilə yatır. Əhməd Şah ya Məhəmməd Əli Şah. Məclisi topa bağladı ha. Cəsur şah. Əcəb cəsur imiş. Bir məclis ki tövlədən ibarət oldu. İndiki məclisi indi görürəm dostlar yazırlar. Ey Məhəmməd Əli Şah, yerin boş, kaş gələsən bu məclisi topa bağlayasan. Mənim nəzərimə gəlir ki, o dövrdə də Məhəmməd Əli Şah millətin arzusunu icra elədi. Yəni məclisi topa bağladı. Çünki məclis olmuşdu. Hərə özünə bir əsləhə götürmüşdü, düşmüşdü. Hərə 100 dana, 50 dana, 200 dana, 500 dana özünə müsəlləh qüvvə almışdı. Xaricdən pul alırdı, oradan buradan tacirdən, macirdən pul alırdı, terror edirdi. İstədiyi adamı mətbuat düzəltmişlər. Hər kəsin özü pulu var idi, mətbuat düzəltmişdi. İstirdi filan kəsə bir şey yazsın, yazsırdı, pul alırdı, qorxudurdu, filan elirdi. Lazım olanda terrorist göndərirdi, gedini öldürür. Bir yerdə gördüm ki, yazıbdır ki, Məhəmməd Əli Şah hər gün əmməsi ilə zina edir. Və diqqət buyurun, Məhəmməd Əli Şah gedir dadqaha. Diqqət buyurun ha. Məmləkətin şahı, imperatoru. Durun ki, dadqaha şikayət edir ki, ağa bu ruznamə mənim nənəmə yazıb ki, fahişədir. Axı belə olmaz ki. Bunu mən mühakiməyə çağırım. Mühakimə eləyin, qanun nədir, onunla mücazat eləyin. Adama kağız göndərirlər ki, məhkəməyə, o gün ki gedəcək məhkəməyə, o gündən bir-iki gün qabaq ruznamədə bir kağız çap edir. Deyir ki, ay millət, hər kəs məndən müvafiqdir ki, şahın nənəsi fahişədir, bunu imza eləsin. Niyə? Çünki azadlıq bilmirdilər nədir. Azadlıq deyəndə hamı söyüş yazırdı. Tamam o dövrdə ruznamələrin hamısı, çünki mən ruznamə oxumuşam, bilirsin, mənim təxəssüsüm ruznamə niqaridir. Mən İran mədrəsəsində, danışqahında ruznamə niqar oxumuşam. Özümdə yaxçı dərəcə ilə farqı təhsil olmuşam. Yaxçı da ruznamə niqar idi. İndi də yaxçı ruznamə niqar. Mən fikir edirəm, mənim tayım ruznamə niqar İranda çox sayı yoxdur. Yəni mən tanımıram. Mən həm o zaman ki, İranın içində işlirdim, taza işlər görürdüm, işliyimi təqlid eləməzdim, taza mövzu yazardım, taza baxışını yazardım. Məsələn, bizim ustadımız bizi göndərdi, gedin qəbristandan, orada Tehranda bir qəbristan var, adı Beş Zəhradır. Dedi, gedin oradan bir mənə quzariş yazın gətirin. Allah rəhmət eləsin, Qəndi adında bir ustadımız var idi. Hamımız getdik ora, hərə bir cür yazdı. Mən oranın təbəqatı gördüm. Qəbristanı. Dövlətdilər, kasıblar təbəqələri. Pullular, pulsuzlar təbəqəsi. Bunu mən orada gördüm. Gəldim də o cürdə yazdım. Hamı da təəccüb elədi ki, bu adam niyə gedib qəbristanı belə gördü? Qəbristan üçün, məsələn, bir dana qəbir vardı, 4 təbəqədir, ailə ilə vaxtımız da qutarmışmış. Hər halda, istəyirəm bunu deyəm ki, fərqli baxaq, fərqli düşünək. Mən bir yarım saata, 20 dəqiqə yarım saata gələcəyəm və o məqaləmə görə biraz danışacağam. Əgər istəsəz orada olun, lütfən danışaq. Sağ olun, var olun, görüşmək üzrə.